Hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər və valideynlər. Bildiyiniz kimi ölkədə ən az ballarla qəbullarımı paylaşıram. İstər universitet, istər kollec, istərsə də peşə. Bu dəfə də yüksək balla qəbulunu təqdim edirəm sizə. Təbii ki, arada bir yüksək nəticə paylaşmaq lazımdır. Deməli, tələbəmiz Azərbaycan Dillər Universitetində xarici dil, ingilis dili müəllimliyinə qəbul olmaq istəyirdi. 555 balı var idi. Qeyd edeyim ki, Rus bölməsində təhsil alırdı, yəni Rus sektoru idi. Və bu tələbəmizə mən söz verdim ki, indi burada yazarlar ki, 555 balla orada nə var qəbul almağa? Yox, belə deyil. Qeyd edeyim ki, tələbənin bu qəbul olduğu ixtisas 553 bal oldu. Tələbəmizin balı isə 555 bal idi. Balından 2 bal aşağı yerə mən qəbul almışam. Baxın, Rus bölməsində ümumiyyətlə ixtisas seçimi zamanı çox diqqətli olmaq lazımdır. Düzgün analiz, düzgün təhlil etmək lazımdır. Statistika və plan yerləri. Keçid balları yox. Keçid balları bizə lazım deyil. Statistika və plan yerləri. Və ora seçim edənlər ümumiyyətlə yaxşı bilir ki, hər il müvafiq ixtisaslar və müvafiq qruplar üzrə orada ballar kəskin enə bilir, qalxa da bilir. Təbii ki, buna görə məhz düzgün seçim. Hətta biz görmüşük ki, 400, 500, 600-lərlə belə uşaqlar kəsiblər o Rus sektorunda, çünki ballar orada kəskin dəyişir. Və tələbəmiz nəysə, biz keçək qəbulumuza, ixtisas seçimi etdik və cəmi bir ixtisas yazdım. Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi. Valideyn təsdiq düyməsini basmaq istəyərkən valideyn dedi ki, yox müəllim, ehtiyatımızı əldən verməyək, bir 4-5 ixtisas əlavə yazaq. Dedim, yox da, yəni bu mən dəqiq təhlil aparmışam, işimə də tam şəkildə cavabdehəm. Yəni mən bu səhv eləsəm gərək bu illərin zəhmətini boşa verəm və bu işimdən tamamilə imtina eləyəm. Valideyn dedi, yox müəllim, ehtiyatı verməyək. Yazdım, valideyn etirazından əlavə 4-5 ixtisas yazdım, amma tələbəmiz elə qəbul oldu, yəni birinci yerə də qəbul oldu yazdığım yerə. Yəni demək istədiyim dediyimdən ötəri ola bilməz. Eyni zamanda tələbəmizin mənə göndərdiyi sevincli səsini sonda da sizə təqdim edəcəm. Baxın görün o necə bir sevinc, necə bir hiss. Həm də abituriyentlərə bir motivasiya olsun bu. O səsi, o həyəcanı, o hissi yaşamağı hər kəsə arzulayıram. Bütün valideynlərə, bütün şagirdlərə. Və gördüyünüz kimi düzgün seçim əsasında da qəbul almaq olur. Tələbəmizin balından 2 bal aşağı yerə qəbul aldıq. Düzgün seçim, düzgün nəticə. Hər birinizə uğurlar. Sonda səsi dinləməyi unutmayın və bu videonu da bəyənməyi, kanalımızı izləməyi Salam, unutmayın. necəsiz? Səhərdən cavabları gözləyirik. Sistem prosta çöküb, amma ki, yəni ixtisasın kodunu bildiyim kimi bilirəm ki, hara qəbul olmuşam. Bu dövrdə hamı mənə deyirdi ki, sən aldığı ingilis dili müəllimliyində düşəndə deyirsən, həm qızlar universitetini yaz, və yaxud da odlar yurdunu yaz, amma ki, məni ilk yazdığım yerə, yəni qəbul elədiniz. Çox-çox sağ olun. Üstümüzdə əziyyətiniz çox böyükdür və əvəz olunmazdı. Allah sizə